bugün qardaşıma nağıl oxuyacağım. Siz də öz qardaşınızı oxuyun. Azıq mağarası. Bu əhvalat lap çoxdan olub. O zaman insanlar ev tikməyi bacarmırdılar. Onlar çöldə, meşədə yaşayırdılar. Şaxtalı bir gün idi. İnsanlar soyuqdan qorunmaq üçün yer axtarırdılar. Onların arasında Domrul adlı balaca bir oğlan da var idi. Birdən Domrul qayaların arasında yarıq gördü. Tez ata anasını səslədi. Buraya gəlin, mağara tapmışam. Domrul böyükləri gözləməyib mağaraya girdi. Elə bu vaxt qarşısına böyük bir ayı çıxdı. Domrul azıq qışqıra mağarada çölə atıldı. O zaman ayıya azıq deyirdilər. Ayı da onu dalınca mağaradan çıxdı. Nərildəyərək insanlara hücum etdi. Ancaq insanlara geri çəkilmədilər. İti ucu dəyənəklə və iri daşlarla ayını qovdular. O gündən mağara insanların məskəni oldu. Həmin mağara bugün Azıq mağarası adlanır.